Bugün yenə mən daxili siyasətə kiçik də olsa müdaxilə eləmək istəyirəm. Söhbət qəhrəmanlardan gedir. Bəli. Elə xalqlar var ki, bizim ətrafımızda da yaşayan xalqlar var. Məsələn, ermənilərlə bizim biraz aramızda soyuqluq var deyə ona görə ermənilər haqqında deyim. Məsələn, Sasuçu David deyilən onların bir Meşvik qəhrəmanı var. Yerevanın mərkəzində də onun atlı heykəli var. Möhtəşəm bir heykəli var. Amma ondan bir Meşvik də olsa ondan bir qəhrəman obrazı yaradıblar insanlar arasında. Və bizdə də son zamanlar Sərdar Cəlaloğlu'dan danışmaq istəyirəm. Bəli, heç kəs onun savadına, qabiliyyətinə, siyasi partiya lideri olmağına baxmayaraq son zamanlar düşür, məsələn də bizim milli qəhrəman dedim. Yəni bir elin qəhrəman oğluna sataşır və yaxud onu aşağılayır. Qaçaq Nəbidən deyirəm. Qaçaq Nəbi hər halda bizim millətin, xalqın qəhrəman oğullarından biridir. Əgər sən bunu belə aşağılamaqla məşğulsunsa, sabah Qaçaq Kərəmi də elə deyəcək, başqa bir fikir. Bizim dövrümüzdə də mən özüm şahidi olmuşam, o adamlar hələ sağdırlar, yaşayırlar, qaçaqlıqla məşğul olan adamlar. İndi çoxları rəhmətə gedib, amma onlar var idi və indi kimin əlində qələm tutub, onlara böyük bir qəhrəman yaradıb, kimin əlində qələm tutanı olmayıb, yəni sahibi olmayanlar, onlar heç qəhrəmanlıqdan da əsər əlaməti qalmayıb, elə tarixdə də elə el arasında tanınıb getmiş adamlar var. Bizdə də olub, bizim kənddə də olurdu, belə adamlar var idi. Amma indi bugün Qaçaq Nəbi haqqında sən durursan, nə gəldi danışır, özə partiya sədrisən. Sosial şəbəkədə həkim olaraq, yəni bir elin, bir xalqın qəhrəmanı olan bir Qaçaq Nəbini sən eləyirsən, aşağılayırsan. Onun arvadı haqqında dediyin filan beşməkan, hələ bunun nəvələri, nəticələri sağ olduğu halda bunu sən mifik qəhrəmanı cəmaət böyüdür, şişirdir, ona heykəllər qoyur. Biz hələ onları alçatmaqla, belə qalsa bizdə qəhrəman zad qalmayacaq. Biraz üstündən bir 50 il keçəndən sonra bəlkə də bir başqa indiki bu Qarabağ döyüşlərindəki qəhrəmanlarımızı da biz aşağılaya bilərik. Çünki biraz üstündən keçəndən sonra başqa ona ad qoya bilərik də. Yəni hələ indi biz bu adam sağdır, onun ətrafı sağdır. Yəni dediyim kimi yaxın ətrafları sağ olduğu halda sən deyirsən ki, Qaçaq Nəbi haqqında. Bir də Qaçaq Nəbinin niyə görə biz mənfi cəhətlərini, bütün qaçaqların mənfi cəhətləri də var. Heç kəsi müqəddəs deyil. Yaşayan adamlar bizim peyğəmbərimiz bizim üçün nə qədər müqəddəs insan olmağına baxmayaraq, indi yəhudilər üçün o müqəddəs də deyil. Yəni, tutaq bir xalq üçün ola bilər ki, müqəddəs olmasın. Bir el üçün, bir oba üçün. Yəni, bir adam hamı üçün yaxşı ola bilməz. Hamı bütün, yəni o, yəni peyğəmbərlikdən də yuxarı çıxır. Yəni, adamları, xalq qəhrəmanları aşağılamaq, alçaltmaq, onları nə dərəcədə düzgün. Hələ bu Sərdar Cəlaloğlu'nun başqa fikirləri də var.